Səsi eşitdiniz, dəfələrlə əridib qızarda bilmədikdən sonra axır ki qabarıb ən azı 2 qatına çıxan xırçıltılı saçaqlı pendir qızartmasının sirlərini tapdım. Doğradığım pendirləri öncə suda isladıram. Daha sonra hər tərəfini nişastaya bulayıb, artıq nişastasını süzgəcdə ələyib, öncədən yaxşı qızmış duru yağda qızardıram. Bir tərəfi tam qızardıqdan sonra digər tərəfinə çevirirəm. Hər dəfə qızartma reseptlərindən sonra qazımın üstü bu halda olur. Mətbəxdə Lexi kimi güclü köməkçim olduğu üçün anında istənilən ləkəni rahatlıqla təmizləyə bilirəm. Bişir tətbiqi bir səbət dolusu Lexi məhsullarından ibarət hədiyyəli yarış keçirdir. Yarışın şərtləri isə çox rahatdır. Sadəcə Lexinin aydın şəkildə göründüyü resept videosunu və ya şəklini bişir tətbiqinə yükləyib Lexi ilə parlayan mətbəx hashtagi ilə yarışmaya qatıla bilərsiniz. Siz də mənim kimi qatılıb hədiyyələri qazanma şansını əldə edin. Kampaniya cəmi bir ay müddətinə davam edəcək. Hər kəsə uğurlar.